Ümid Yeri Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və Baku Media Mərkəzinin dəstəyi ilə Mərhəmət Gecəsi adlı tədbir keçirilib. Xeyriyyə tədbiri autizmli, əlilliyi olan uşaqların və valideyn himayəsindən məhrum olan azyaşlıların iştirakı ilə keçirilib. Məqsəd həssas sosial qruplara aid uşaqlara mənəvi dəstək göstərmək, onların cəmiyyətə inteqrasiyasına töhfə vermək və sevinç dolu anları yaşatmaqdır. Tədbirdə gənc rəssamların mərhəmət mövzusunda çəkdiyi əsərlər nümayiş olunub. Gecədə uşaqların iştirakı ilə müxtəlif bədii proqramlar təqdim olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu şeirlər səsləndirilib. Sığınacaq sakinləri, görmə məhdudiyyətli və autizmli yeniyetmələr ilk dəfə peşəkar səhnədə yoga, rəqs və musiqi bacarıqlarını göstəriblər. Sonda xeyriyyəçilik fəaliyyəti ilə seçilən şəxslərə mükafatlar təqdim olunub. Sloganımız ondan ibarət ki, əgər dünya bir gün qaranlığa qərq olarsa, mərhəmət onu işıqlandıran son şam olacaq. Ona görə də insanları mərhəmətə çağırırıq. Uşaq evlərində yaşayan uşaqlara, əlilliyi olan uşaqlara, autizm sindromundan əziyyət çəkən uşaqlara dəstəyə səsləyirik onlara.